Təzə növ sabun tapmışam. Belə yaltaqlıq eləyəni, belə girəni ilk dəfədir görürəm ha. Deməli prezident İlham Əliyev bu gün Ağdərəyə səfərə gedib və Ağdərə sakinləri ilə görüşüb. Orada bir üzr istəyirəm. Ağsaqqal prezident İlham Əliyevin qarşısına çıxıb və bilirsiniz nə deyib? Deyir ki, cənab prezident, bizim kənddən bir dənə də olsun müxalifətçi çıxmayıb. Təsəvvür edirsiniz? İlham Əliyevə deyir ki, bizim kənddə bir dənə də müxalifətçi yoxdur. Baxın görün bu ağsaqqal prezidentə necə yaltaqlıq eləyir, necə girənlik eləyir. İğrənirəm, mundarsız. Ay, şərəfinizi, vicdanını itirən adamlarsınız. Şərhlərdə yazın gəlsin. Peçatını vuraq.